Bakıya qarşı hədəf və məqsəd bəllidir. Azərbaycanın qlobal məkanda apardığı uğurlu siyasətdən diqqəti yayındırmaq, gündəmi dəyişmək. Qismən buna nail olurlar. Ucuz, primitiv və qara PR müəyyən qədər nəticə verir. Bu işə yaramaz adamların əlində ölkəmizə qarşı silaha çevrilir, təəssüf ki. Münxendəki rəzaləti hər kəs gördü. Orada Azərbaycanın növbəti mərhələsinin xarici siyasət arxitekturası quruldu. Ölkənin gələcəyinə dair mühüm addımlar atılırdı. İlham Əliyev Azərbaycanın geopolitik vizyonunu növbəti dəfə beynəlxalq podiumda təqdim edirdi. Paraleldə isə bir Azərbaycanlı bütün bunları arxa plana atmaq üçün dəridən qabıqdan çıxırdı. Söhbət Emin Hüseynovdan gedir. Əlində telefon, jurnalist kimliyi ilə Münxen küçələrində sağa-sola qaçırdı. Gah prezident İlham Əliyevə sual verməyə çalışır, gah prezidentin köməkçisi Hikmət Hacıyevə yaxınlaşmaq istəyirdi. İlham Əliyevin cavabı soyuq duş effekti yaratdı. Müstəqil mətbuat yoxdur dünyada sözü Eminin sahiblərinə, anti-Azərbaycan dairələrə göndərilən sərt ismarış kimi dəyərləndirilə bilər. Hər kəs yaxşı bilir ki, Eminin dərdi demokratiya və söz azadlığı deyil. O, çirkin və Azərbaycana münasibətdə düşməncə bir missiyanı yerinə yetirir. Vəssalam. Azad mətbuat, demokratiya isə çirkinliyi örtbasdır etmək üçün istifadə olunan kosmetik vasitədir. Birinci vitse-prezident Mehriban Əliyevanın ona cavabı isə mahiyyətin açılması, hətta deyərdim nöqtə zərbəsi sayıla bilər. Mehriban xanım elə bir diplomatik gediş edib ki, Hüseynov qardaşları 3 gündür izahat verirlər ki, Emin qadın paltarında səfirlikdə gizlənməyib. Bu izahlar, açıqlamalar mahiyyəti dəyişmir. Emin və Mehman Hüseynov qardaşlarının xarici xüsusi xidmət orqanlarına çalışdıqları haqda iddiaları yeni deyil. Əməkdar jurnalist Ayzər Ayxanın bu yazısını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.